biz auditoriyaga taqdim etayotgan faktlarni tekshirish jarayonini takomillashtirish masalalari bugun kun tartibiga qo'yilgan. Biz 2024-cü ildə Azərbaycan Mətbuat Şurası və Özbəkistan Jurnalistlər Uyuşması arasında memorandum imzalanıb və bu memorandum çərçivəsində biz dezinformasiyaya qarşı, fake newslara qarşı mübarizə aparırıq. Eyni zamanda Özbəkistanlı yoş jurnalistlər Azərbaycana dəvət olunur, onlar Azərbaycan təcrübəsi ilə yaxından tanış olurlar.